Qərbi Azərbaycanlıların qayıdışı sizin prizmadan baxanda necə görünür? Əslində, əgər biz müharibə dövrünü yaşamasaydıq, heç Qərbi Azərbaycan problemi də ortaya çıxmayacaqdı. Və ümumiyyətlə bu problem olmayacaqdı. Ancaq təəssüflər olsun ki, qarşı tərəfin uzun illərdir planlaşdırdığı o məkirli plan əsasında bu proseslər həyata keçirildi. Çünki onlar uzun illər idi buna hazırlaşırdılar və böyük gücləri, böyük dövlətləri də öz arxasına alaraq bir növ bu ərazini tamamilə Azərbaycan türklərindən, Azərbaycanlılardan təmizləmək istəyirdilər və bu və digər formada istəklərinə də çatdılar və bunun davamı olaraq da təbii ki, Qarabağı da tamamilə nəzarətə götürmək istəyirlər. Hətta Qarabağ torpaqlarından da kənara çıxaraq demək olar ki, Kür çayının cənub hissəsi tamamilə həmin o daşnaqların nəzarətinə keçməli idi və göründüyü odur ki, onlar dənizdən dənizə o xülyalarındakı o dövləti qurmaq istəyirdilər və ona görə də biz burada təbii ki, lazım deyildik və biz bu torpaqlardan tamamilə çıxarılmalıyıq.